Azərbaycan işğaldan azad edilmiş ərazilərdə geniş miqyaslı bərpa və yenidən qurma işlərini sürətlə davam etdirir. Uzun illər dağıntıya məruz qalan Qarabağ və Şərqi Zəngəzurda bugün yeni yaşayış məntəqələri salınır. Yollar çəkilir, sosial infrastruktur qurulur. Beynəlxalq ictimaiyyət isə bu prosesi postmünaqişə dövrünün ən uğurlu yenidən qurma modellərindən biri kimi qiymətləndirir. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa quruculuq prosesi bir sıra xüsusiyyətlərinə görə dünya postmünaqişə təcrübəsindən fərqlənir. Əsas fərq ondan ibarətdir ki, bu proses mərhələli və xarici donorların geniş iştirakı ilə deyil, daha çox ölkənin daxili resursları, dövlətin siyasi iradəsi və strateji planlaşdırma əsasında həyata keçirilir. Azərbaycan həmçinin beynəlxalq şəhərsalma forumları və qlobal tədbirlər çərçivəsində bu modeli təqdim edərək öz təcrübəsini paylaşır. Xüsusilə münaqişədən sonra sürətli bərpa, ağıllı texnologiyaların tətbiqi və inteqrasiya olunmuş şəhərsalma yanaşması beynəlxalq auditoriyanın diqqətini cəlb edir. Hazırda azad edilmiş ərazilərdə həyata keçirilən layihələr təkcə tikinti işləri ilə məhdudlaşmır. Ağıllı kənd və ağıllı şəhər konsepsiyaları, yaşıl enerji layihələri, müasir hava limanları və yeni nəqliyyat xəttləri regionun tamamilə yeni simasını formalaşdırır. Xarici ekspertlər hesab edirlər ki, Azərbaycanın həyata keçirdiyi bu model digər postmünaqişə ölkələri üçün də nümunə ola bilər. Çünki burada məqsəd yalnız dağıdılmış əraziləri bərpa etmək deyil, eyni zamanda dayanıqlı və müasir yaşayış mühiti yaratmaqdır. Azərbaycanın bərpa və quruculuq modelinin özünə məxsus xüsusiyyətləri var. İlk növbədə burada sürətdən danışmaq lazımdır. Çox çevik şəkildə azad torpaqların məskunlaşdırılması həyata keçirilir. İkinci, unutmaq lazım deyil ki, ekoloji iqtisadiyyatın qurulması Qarabağ üzərindən Azərbaycan reallaşdırdı və bunu ən üst səviyyədə icra edə bildi. İlk növbədə VUF tədbirinin Azərbaycanda keçirilməsi, müasir şəhər salmanın Qarabağ bölgəsinə tətbiq olunması və burada yenilikçi bir baxışın, ən azından qlobal investisiyanın da Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə cəlb olunması xüsusi istiqamət təşkil edir və dünyada buna çox böyük maraq var. Müasir şəhər salmanın və müasir insan qayğısının, o mənzil tələblərinin qarşılanması, o cümlədən bunu məhz 2026-cı ildən xüsusən dünyada çox qlobal və iqtisadi vəziyyət daha kəskinləşdiyi bir dönəmdə həyata keçirilməsi xüsusi bir model təşkil edir. Bugün Qarabağda həyata keçirilən quruculuq prosesi dünyanın diqqət mərkəzindədir. Azərbaycan işğaldan azad edilmiş torpaqlarda yeni həyat quraraq həm regionun inkişafını təmin edir, həm də postmünaqişə dövründə bərpa və dirçəliş nümunəsi ortaya qoyur. Dünya ictimaiyyətinin bu prosesi yüksək qiymətləndirməsi isə görülən işlərin beynəlxalq səviyyədə də böyük əhəmiyyət daşıdığını göstərir.